Son dövrlər sosial şəbəkələrdə körpələrə yardım, fiziki qüsurlu uşaqlara iyanə, təcili əməliyyat üçün pul lazımdır kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır. Bu barədə Bölgə TV Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu cür hüquqa zidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən mütəmadi olaraq əməliyyat texniki tədbirlər həyata keçirilir. Kiber polisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini Instagram sosial şəbəkəsində yaratdığı Zəhrə balama yardım, körpə balama dəstək, Əli üçün yardım, Yusif serebral iflic və sair səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib. Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərinə yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşları isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 min manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarını xərcləyib. Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma davam etdirilir. Daxili İşlər Nazirliyi vətəndaşlara tövsiyə edir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq. Rəna Rövşən qızı, BTV.